Salam, hər vaxtınız xeyirli olsun. Dəyərli izləyicilər, may ayının 12-si həftənin çərşənbə axşamıdır. TNS televiziyasında Doğru məkandayıq. Bugün biz qonağımızla gündəmi müzakirə edirik. Həm söhbətim isə Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Məhəmməd Əsədullahzadədir. Məhəmməd bəy, xoş gördük. Xoş gördük. Xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Məhəmməd bəy, gündəm zəngindir. Həm İran hadisələri, yaxın şərqdə baş verənlər və bizim xüsusilə diqqətlə izlədiyimiz Ermənistandakı proseslər, Ermənistandakı hadisələr və Rusiyada son vaxtlar baş verən proseslər, Rusiya-Ukrayna münasibətləri, Rusiya-Ermənistan, eyni zamanda Rusiya-Azərbaycan münasibətləri də və bu istiqamətlərdə bir gərginlik var. Xüsusilə də Rusiya-Ermənistan münasibətlərində siz də bilirsiniz, seçkilərdən dolayı xüsusi bir tərəflər arasında bir gərginlik var və mən istəyirəm Rusiya-Ermənistan münasibətlərinə toxunmazdan əvvəl bir neçə gün bundan öncə mayın 9-da Rusiyada keçirilən qələbə paradından danışım və bu qələbə paradı əslində Rusiya tərəfinin bu parada belə qələmə verdilər ki, bu sadə bir parad oldu, sadəlöv bir parad oldu, amma əslində biz gördük ki, bu paradda Putinin yanında, yəni 15-20 il bundan əvvəl ki, bu paradlarla müqayisədə o dövrdə, məsələn, mən xatırlayıram, yəqin sizin də yadınızdadır ki, Putinin yanında ən azı bir 15-20 və daha çox dövlət hökumət rəhbərləri. Ötən ilki parad da normal keçmişdir. Bəli, yəni ki, hər gün keçdikcə, hər il keçdikcə Rusiya dost itirir, Putin xal itirir, nüfuz itirir. Bugün onun yanında 3-4 nəfər, belə deyək, həmkarı var idi. Onlar da mən düşünürəm ki, məcburi qaydada hardasa bir növ asıllıq var bəlkə də. Onun üçün bu paradda Putinin yanındaydılar. Rusiya bu itkilərlə hara gedir? Rusiya-Ukrayna müharibəsində son vəziyyət necədir? Bunu ümumiləşdirib, bunu qiymətləndirək, sonra keçərik Cənubi Qafqaza. Bilirsiniz, parad məsələsinə çox önəmli qeyd etdiniz. Çünki 9 mayı bir növ Rusiya tərəfi mənimsəyib bunu özünün güc nümayişi kimi uzun illərdir ki, təqdim edir. 9 maya Rusiya hər il ərzində hazırlaşır. Orada özünün nüvə arsenalının, ballistik raketlərini, nüvə bombardmansı təyyarələrini nümayiş etdirir və uzun illərdir ki, Rusiya bununla qərbə qarşı əzələ nümayişi, özünün fövqəli dövlət statusunun qazanmaq kimi haqqı olduğunu vurğulayır və bu parada həm hər ildə parada demək olar ki 10-a yaxın, 15-ə yaxın dövlət başçıları dəvət alınırdı. Bilirsiniz ki, ötən ilki parad da müəyyən qədər normal keçdi. Amma Rusiya-Ukrayna müharibəsi fonunda bilirsiniz ki, artıq son 6 ayda Ukrayna kifayət qədər Rusiya zərbələr vurur. Hətta Rusiyanın içərilərinə 1500 kilometr məsafədə Urala qədər Rusiyanın demək olar ki, enerji infrastrukturu, neft emalı zavodları, həmçinin dəniz limanları, Rusiyanın ixrac etdiyi neft terminalları tamamilə dağıdılır və bundan əlavə cəbhə xəttində də Rusiya demək olar ki, irəliləyə bilmir. Bir növ tısbağa hərəkətidir Donbasda. Hətta belə bir deyim də var ki, deyir, 5 il bundan əvvəl Donbasda, Ukrayna şərqində bir il biz çıxsaydı, gedib Lvova, Ukraynanın qərbinə çata bilərdi, amma Rusiya ilişib qaldı Ukraynanın şərqində. Ukraynanın vurduğu zərbələr elə bir səviyyədədir ki, Rusiya böyük texnikalarında demək olar ki, itirib. Məhz 9 mayda paradı da bir daha göstərdi ki, Rusiya artıq strateji yox, taktiki cəhətdən də məğlub olub. Və Rusiya bununla öz gücsüzlüyünü nümayiş etdirdi və bir həftə ərzində 2022-ci ildə fevralda Kiyevi tutacağını elan edən Vladimir Putin 5 ildən sonra 9 may paradında Volodymyr Zelenskidən icazə alırdı paradı keçirməyə. Hətta Volodymyr Zelenski də Vladimir Putini trolladı, bir sərəncam imzaladı, koordinatlar da verdi. Qırmızı meydan istiqaməti artı Ukrayna hərbi qüvvələrinin
obyekti deyil, digər kənarları istisna olmaqla. Rahat tədbir keçirə bilərsən. Yəni rahat tədbir keçirə bilərsən. Yəni göründüyü kimi bu qədər ucuz, bu qədər Rusiyanı hardan hara gətirdi Vladimir Putin. Baxın, çox doğru qeyd etdiniz. Onun yanında kimlər vardı? Bəli, Qazaxıstan, Özbəkistan, Azərbaycan qardaş ölkələrdir və önəmli liderlərdir. Biz başa düşürük, müəyyən iqtisadi əlaqələr var, iqtisadi asılılıq var. Amma Ermənistan baş naziri bu tədbirə qatılmadı. Yəni, bəli, Azərbaycan müstəqil ölkədir, Azərbaycan öz gündəmi var, Rusiya da bunu qəbul edir. Yəni, bu məsələdə Azərbaycanı bilir, başa düşür və mövqeyinə də hörmətlə yanaşır. Amma Ermənistan qəti şəkildə getmədi. Qazaxıstan, Özbəkistan, Belarus, Rusiyanın koloniyasıdır. Bir də Slovakiyanın baş naziri Fico, Orbanın qardaşı gəlmişdi. İndi o qatılmasa da paradamma tədbirdə iştirak edir. Yəni, göründüyü kimi bu paradda hər hansı bir texnika nümayiş olunmadı. Hətta bilirsiniz ki, hər bir paradda zirehli texnikalar, müasir döyüş silahları nümayiş olunur. Paradın əsas məqsədi bundan ibarətdir. Bir paradda ki, onlar nümayiş olmayandan sonra o parad nəyə lazımdır? Müharibə aparan bir dövlət üçün. Müharibə aparan bir dövlət üçün daha önəmlidir. Və bir növ Rusiya öz-özünü biabır elədi. Nəinki deyə bilər ki, mən müharibə şəraitindəyəm, para keçirmirəm. O daha da yaxşı anlardı və müəyyən qədər də hörmət olunardı. Amma mən parad keçirirəm, təntənəli surətdə gəl, bir dənə orada tank çıxmır, zirehli texnikası və bunun parad nədir? Həmin keçiddən Şərqi Sibirdə də, Tuvada, Çuvaşiyada da gendiriblər, hərbiçilərin dul arvadlarını da parad keçirdilər. Qızıl meydanda mən sizə deyərdim ki, Sovet dövründən başlayaraq ən urvatsız keçirirlər. Ötən həftə keçirilən 9 may paradı idi. Yəni artıq biz daima qeyd edirdik ki, Qərbdən Rusiya bu geopolitik savaşda Rusiya strateji cəhətdən məğlub olacaq. Nə bilək ki, bu taktiki cəhətdən də artıq məğlubiyyətə uğradı 9 may paradına. Mən hesab edirəm ki, artıq Rusiya rəhbərliyi bu məsələlərə çox ciddi yanaşmalıdır. Artıq Vladimir Putin bilirsiniz 2022-ci ildə bunu hörmətli tamaşaçılar da görür. 2022-ci il fevralında Ukrayna hücum edəndə Vladimir Zelenski barədə nə deyirdi? Nasist, narkoman, hətta legitimli olmayan, qanuni prezident olmayan, hətta deyir ki, parlament orada legitim, onlarla danışa bilərik. Amma o paraddan sonra, Ukraynanın böyük zərbələrindən sonra Vladimir Putin ötən gün qeyd etdi ki, mən cənab Vladimir Zelenski ilə görüşə hazıram. Bax, görün hardan haraya gəldi bu məsələ. Bəs reallıqları qəbul etmək lazımdır. Sən qonşuya qarşı işğalçı müharibə aparacaqsan, onun ərazilərini tutmaqla da əlavə orada vandalizm aparacaqsan, şəhərləri yer üzünə silinəcəksən, Buçada sən soyqırım qətliam törədəcəksən. Təbii ki, dünya ədalətlidir. Və bu proseslər mütləq şəkildə bu meramda olacaq. Bu günləri Rusiya nüfuzu, Rusiya fövqəladə dövlət statusu alması artıq mifdir. Belə bir şey artıq olmayacaq. 9 mayda da artıq bu sübut olundu. Artıq bilirsiniz ki, Vaşinqton da artıq prosesdən çıxıb. Rus-Ukrayna danışıqlarında Avropa İttifaqı əsasən, bəli, danışıqlara gedəcək. Putin də şərtini irəli sürdüb. Onun dostu əvvəl Gazpromda müəyyən nümayəndəsi olan Almaniyanın kansleri olub Şüreyder. Putin deyir ki, o danışıqlar aparsın Avropa İttifaqı adına. Yəni göründüyü kimi Trumpla Putin çox çalışdılar ki, Avropa İttifaqı danışıqlar prosesinə kənarlaşdırsınlar. İndi Avropa İttifaqı və Ukrayna Amerikanı uzaqlaşdırdı. İndi Rusiya Avropa İttifaqının vasitəçiliyinə və danışıqlar prosesində masada oturmasına da razılıq verib. Yəni göründüyü kimi diplomatiyada və hərbi ərazidə də Rusiya uduzmaqda davam edir. Mən düşünürəm ki, ABŞ proseslərdən çəkiləndən sonra Avropa İttifaqı daha da əlini gücləndirəcək. Rusiya ilə də müəyyən bir orta məxrəcə gələ bilərlər. Məhəmməd bəy, bir də bu paradla bağlı bir maraqlı bir deyim var idi. Yəni, Qərb mediası daha çox bu fikri belə deyək, tirajladılar ki, bu,
Yəni Putin tez-tez niyə bu 45-ci il, 1945-ci il qələbəsindən, paradından danışır, niyə daha çox qabartmağa çalışır? Çünki bu Rusiya imperiyasının qazandığı son qələbədir. Bəli. Yəni, çünki 45-ci ildən bu tərəfə, o da ki, aydındır ki, SSR-də yaşayan xalqların hesabına qazanılan qələbə idi və bugün Rusiya son, yəni 45-ci ildən ötən əsrin ortalarından bu günə qədər girdiyi bütün demək müharibələrdə məğlub olub və sonuncu da Ukrayna bataqlığıdır ki... Bəli, Əfqanistan müharibəsində SSR Rusiya məğlub oldu, bilirsiniz. Orada 8 il döyüş, hərbi əməliyyatları aparsalar da, amma Talibana məğlub oldular, çıxdılar və ondan sonra SSR dağıldı. Hətta deyərdim ki, Rusiya Federasiyası özü 1-ci Çeçenistan müharibəsində də məğlub oldu və sonradan Çeçenistanda o dini radikalizm gələndən sonra dünya ola bir terror mərkəzi kimi radikalizm baxandan sonra müəyyən Rus ordu üstünlüyü qazana bildi. Bu da qalibiyyət deyildi. İkincisi təbii ki, Ukrayna müharibəsində Ukraynanın da siz Əfqanistan məsələsi deyirlər ki, təkrar oluna bilər. Yəni Ukrayna müharibəsi Rusiyanı parçalaya bilər. Təbii ki, mən Ukrayna müharibəsində də bəli, Rusiya çox uğursuzluğa düçar olub və Rusiyanın düşünürəm ki, getdikcə iqtisadiyyatı zəifləyəcək, hərbi personalı kifayət qədər zəifləyəcək və növbəti mərhələdə onun subyektlərində mərkəzdən qaçma meyilləri arta bilər. Çünki o subyektlər niyə qalıb? Mərkəzdən onlara milyarlarla dotasiya gedir. Və o dotasiya azaldıqdan sonra təbii ki, burada etirazlar, xalqın sosial problemləri, bilirsiniz ki, şərqi istiqamətini Uraldan o tərəfə əhali demək olar ki, ötən əsrin 90-cı illərində qalıb və kifayət qədər kasıbçılıq içində yaşayırlar. Oranın demək olar ki, yeraltı və yerüstü sərvətlərini Rusiya mənimsəyir, amma oradakı yerli xalqlara hər hansı bir mərkəzdən kifayət qədər vəsaitlər verilmir və oranın əhalisinin də çoxu demək olar gənclər Ukraynada müharibədə həlak oldular. Nəinki Moskvadan, Peterburqdan Rusiya hərbi səfərlik etmədi, daha çox Şərqi Sibirdən türk və müsəlman xalqlarını səfərbərliyə cəlb etdi, müharibəyə apardı. Yəni göründüyü kimi onlara çox böyük zərbə vurdu Sibir xalqlarına. Həm onların yeraltı yerüstü sərvətlərini mənimsədi, həmçinin apardı mənasız müharibədə onları məhv etdi. Təbii ki, onlar bunları görürlər və mən düşünürəm ki, yeni dünya siyasi nizamında onların qabağa çıxacaq liderləri artıq bu prosesləri də dərk etməlidir. Çünki Rusiya bir imperiyadır və bu imperiyada xalqlara qarşı ayrı-seçkilik var. Bu günləri Rus şovinistləri, millətçiləri artıq Rusiyada yaşayan müsəlmanlara, digər xalqlara da qarşı çox aqressiv şəkildə hərəkət edirlər. Ötən gün bir video qarşıma çıxdı. Bilirsiniz ki, Rusiya-Ukrayna əsir mübadiləsindən birə-bir dəyişirlər. Rusiya tərəfi demək olar ki, əsir olan müsəlmanları, müsəlman deyəndə mən digər ölkələrin gəlib orada döyüşənləri demirəm. Rusiyada yaşayan müsəlmanları var, başqırtlar var, şimal çeçenlər var, digər xalqlar var da bilirsiniz. Və onları dəyişmir. Müsəlmanları saxlayır, rusları dəyişir. Görürüz ki, müharibədə də yenə də ayrı-seçkili tətbiq olunur. Oradakı hərbiçilər deyir ki, Vladimir Putinə birbaşa müraciət edirlər. Deyir, biz Rusiya vətəndaşıyıq, amma biz müsəlman olduğumuz üçün siz bizi dəyişmirsiniz Ukrayna ilə. Yəni görürsünüz ki, Moskvanın da idarə etməsində, xalqlara qarşı münasibətində diskriminasiya və demək olar ki, kobud surətdə bir idarə etmə forması həyata keçirirlər. Həm onun hərbi strategiyasında, həm xalqlara qarşı münasibətdə demək olar ki, Rusiyanın idarə etməsi demək olar ki, tükənir. Və Vladimir Putinlə də bağlı məsələyə gəlim. Bilirsiniz ki, onun demək olar ki, özü mühafizə və təhlükəsizlik qayğıları yaşayır. Bu ülkədə demək olar ki, gizlənir. Onunla görüşə gələn ən yaxın adamların da qolundan saatları çıxardılır. Belə bir vəziyyətə düşüb. Lazım idimi? Sən Rusiyanı... Heç kimə etibar eləmir də. Bəli, gözəl rifah, Avropa İttifaqı kimi bir cəlbedici bir məkan yaradardı. Xalqlar baxardı, cəlb olunardı. Rusiyanı potensialı da var idi.
həm infrastrukturu, sərvəti müəyyən bir iqtisadi, sosial cəhətdən gözəl bir birlik formalaşdırsın. Yox, sən zorakı şəkildə qonşu xalqların üzərinə gedəcəksənsə, bu uğurlu olmayacaq. Necə ki, hazırda Rusiya öz qrubuna çəkilir. Məhəmməd bəy, əslində burada bir neçə mövzu var. Sadəcə tamaşaçılar bəzən biz verilişimizin sərlövhəsi başlığı bu Ermənistanla bağlıdır. Bəli. Mən istəyirdim Rusiyanın, Putinin Çinə səfərindən danışaq. Bu mövzuya qısa toxunaq, sonra keçərək Ermənistanda baş verən hadisələrə. Çünki bu yaxınlarda Putinin Çinə səfəri gözlənilir və eyni zamanda ABŞ prezidenti Trumpın da eyni ayda, təxminən eyni günlərdə səfəri gözlənilir. Bəzilər deyirlər ki, iki lider orada görüşəcək, bəzilər deyirlər ki, yox, ayrı-ayrılıqda Çin lideri ilə görüşlər nəzərdə tutulur. Yəni, belə informasiyalar var. Putin hansı ümidlə, nə almaq istəyi ilə Çinə səfər edir və deyirlər ki, çünki bugün Rusiya üzərində Çin o qədər iqtisadi hökmranlıq edir ki, yəni dəstəyi dayandırsa bugün Çin, Rusiya müharibədə məğlub ola bilər. Yəni, Çin bu qədər Rusiya üçün önəmlidir. Bu səfərdən gözləntilər nədir? Bilirsiniz, birinci Putinin təbii ki, Çinə səfərində yeni müqavilələr imzalanması, Ukrayna məsələsi müzakirə olunacaq. Bilirsiniz ki, Çin Rusiya neftinin əsas tədarükçüsüdür, həm qazın alışını həyata keçirir. Rusiya mikroçiplərin ixracı, raket komponentlərinin verilməsində, zirehli transporterların mexanizmlərin ötürülməsində mühüm rol oynayır və bu gün də Rusiya müəyyən qədər ayaqda durmasında Çin faktoru danılmazdır. Çünki Çin bunu qərbə qarşı özünün bir bariyeri kimi də istifadə etməkdədir. Mən hesab edirəm ki, yeni dünya siyasi düzənində Amerika-İran qarşıdurması, Çin-Amerika siyasi, iqtisadi böhranı fonunda bir növ Vladimir Putin Çinə gəlir, yenidən bir sövdələşmələr əldə olunsun, müqavilələr bağlansın, birlikdə hərəkət etmək, yeni dünyanın şəkilləndirilməsində bir olmaq, daha çox Çindən hərbi, siyasi, iqtisadi dəstək istəməkdən ibarət olacaq. Hesab edirəm ki, Çin təbii ki, müəyyən bir müddətdə Rusiya bəli dəstəklər verəcək. Çünki artıq yeni aktor meydana çıxır. Avropa İttifaqı, Çinlə Avropa İttifaqı arasında da münasibətlər yüksək səviyyədədir. Ola bilər ki, Rusiya da Çini də ortaya salsın ki, Avropa İttifaqının danışıqlarda müəyyən bir Avropaya qarşı bir təzyiq formalaşdırsınlar. Ukrayna məsələsindən çox ciddi şəkildə böyük bir güzəştə əldə etsinlər. Yəni, bu xüsusda düşünürəm ki, Vladimir Putinin Çin səfərində iki tərəfli əlaqələr olsa da beynəlxalq siyasi gündəm, İran məsələsi, iqtisadi münasibətlər, təhlükəsizlik, hərbi texniki əməkdaşlıq məsələləri kifayət qədər müzakirə olunacaq və ümumi razılıqlarda əldə oluna bilər. Mən istəyirdim ABŞ, daha doğrusu ABŞ prezidentinin Çin səfərinə toxunaq. Bunu amma İranla bağlı məsələni müzakirə edərkən toxunaraq. Çünki tamaşaçılar da yazır ki, Ermənistanla bağlı mövzunu əsas gündəm budur, bunu müzakirə edin. Mən istəyirəm buradan başlayaq ki, Məhəmməd bəy, Rusiya Ermənistanda, yəni seçkilər artıq başlayıb, təbliğat təşkilat başlayıb. Və həm yerli, belə deyək ki, öz 5-ci kolonu vasitəsilə və yaxud da öz yeni layihələri, Rusiya pərəst siyasətçiləri Paşinyanın rəqibi çıxarmaqla həm bu seçkilərdə qələbə qazanmağa çalışır. Eyni zamanda Rusiyanın daxilində bilirsiniz də, Rusiyada bəzən belə deyirlər ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayanlardan daha çoxdur. 2,5 milyondan çox erməni yaşayır. Və mən bugün bir xəbər oxudum. Rusiyanın hakimiyyət dairələri, Rusiyanın ən böyük diaspor təşkilatlarının biri olan Rusiya ermənilərinə, belə yerdə Rusiya Ermənilər İttifaqı gedir. Bu ittifaqa yeni rəhbər axtarırlar. Hətta namizəd də tapıblar. Akademikdir, adı açıb unutmuşam və yəni diaspora yeni rəhbər gətirirlər və əsas məqsəd onlar bu diasporadan, ermənilərdən, Rusiyadakı ermənilərdən seçkilərdə, Ermənistanda keçirilən seçkilərdə istifadə etməkdir və onlar düşünürlər ki,
ermənilərdən, Rusiyadakı ermənilərdən onlar Paşinyana qarşı yaxşı istifadə edə bilmirlər və təşkilatlanma zəifdir və artıq yeni, belə deyək də, bir istiqamət götürüblər və Rusiyada yaşayan erməniləri də təşkilatlandırıb bu seçkiləri yönəltmək istəyirlər. Rusiyada yaşayan 2 milyon yarım erməni bu seçkilərə, belə deyək də, qarışsa, getsə, vəziyyət necə olacaq Ermənistanda? Bilirsiniz, mən düşünürəm ki, bəli, Rusiya çalışır ki, Ermənistanda seçkilərə ciddi şəkildə müdaxilə etsin. Xüsusilə diaspora amili Rusiyanın əlində böyük bir kozurdur. Ermənistan qanunlarına görə hər bir Ermənistan vətəndaşı gəlib Ermənistanda səs verməlidir. Onlar bilirsiniz ki, xarici ölkələr səfirliklərində, konsullarında səs vermə qutuları qoymurlar və mütləq şəkildə gəlib Ermənistanda səs verməlidir. Amma bilirsiniz, Rusiya tərəfi, həmçinin Samvel Karapetyan, Robert Koçaryan çox çalışır. Bəli, Rusiyada yaşayan diaspor Ermənistan vətəndaşlarına Ermənistana kütləvi axını təşkil etsinlər. Hətta bəli, pullar da ayrılır bu istiqamətdə. Gəlib Robert Koçaryan, həmçinin Samvel Karapetyan güclü Ermənistan partiyasına səs versinlər. Amma nəzərə alaq ki, Nikol Paşinyan da bunları bilir. Dəfələrlə də bunlar hökumət xəbərdarlıq edib. Deyib, kim gəlsə, əgər bilinsə ki, pul vəsaiti ilə gəlib səs vermək, onlar dərhal aeroportda həbs olunacaqlar. Yəni, Ermənistan hökuməti bunu da hesablayıb. Rusiya, bəli, həmçinin qərbdəki erməni diasporada, bunlar da Rusiya kəşfiyyatı ilə eyni koordinasiyalı şəkildə çalışırlar və onlar həm qərbdə, həmçinin Rusiyada diasporanın imkanlarından istifadə etməyə çalışırlar. Düşünürəm ki, Paşinyan hakimiyyəti buna imkan verməyəcək. Hətta ola bilər ki, həmin seçki ərəfəsində Zvansu aeroportu da təmiratı ilə də bağlansın, müəyyən bir texniki nasazlıq da olsun. Yəni, bunları da mən istisna etmirəm. Ola bilməz ki, artıq axın başlayıb, yavaş-yavaş tədricən yerləşdirmə. Yox, burada artıq proseslər hökumətin tam nəzarətindədir. Elan ediblər. Məsələn, Ermənistan parlamentində Alen Simonyan, parlament, müəyyən rəsmi şəxslər də deyib ki, hətta Robert Koçaryanı, Samvel Karapetyanın da partiya üzvlərindən, funksionerlərinə də xəbərdarlıq edilib ki, siz rüşvətlə seçkiləri ələ almayın. Bu, qanunvericiliyə ziddir və həbs olunacaqsınız. Diasporanın nümayəndələri də əgər müəyyən kimlər də gəlsə, mən düşünürəm ki, onlar Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin tam nəzarətində olacaqlar. Dindiriləcəklər, proses. Çünki Ermənistan hökuməti bu məsələyə çox şəffaf yanaşır. Təkcə bilirsiniz, Ermənistanda seçkilər təkcə Ermənistan daxil işi deyil. Artıq bu Cənubi Qafqaz məsələsidir. Cənubi Qafqazın siyasi nizamına təsir edəcək bir hadisədir. Avropa İttifaqı da bu regionda maraqlıdır. Onlar da prosesin normal və Nikol Paşinyan hakimiyyətdə qalmasında maraqlıdır. Hətta Türkiyədə prosesləri yaxından izləyir. Azərbaycan da bizi də daha da çox ciddi şəkildə, hamıdan daha çox ciddi şəkildə maraqlandıran bəli Azərbaycandır. Çünki bilirsiniz ki, Robert Koçaryan, Samvel Karapetyan seçki təbliğatını, yəni Qarabağ mövzusunda qurublar. Bu günləri Ermənistanda seçki təbliğatı Qarabağ məsələsidir. Doğru, doğru. Nikol Paşinyan çıxır, deyir ki, Qarabağı heç vaxt Ermənistan olmayıb, bu avantür olub, Ermənistan başına gətiriblər ki, Ermənistan dövlətçiliyi olmasın. Biz bu məsələni bağlamışıq. Heç vaxt sərhədin o tayında erməni torpağı olmayıb. Amma Robert Koçaryan gəlir Göyçə gölü istiqamətində əlində dırnaqarası separatçıların Artsağın bayrağı ilə qeyd edir ki, biz qayıdacağıq. Biz Azərbaycanla Ermənistan arasında paraflanmış sülh mətninə yenidən baxacaq. Ermənistan ki, orada təhlükəsizlik təminatı yoxdur. Elan edir ki, biz Rusiya ilə bağları qoparmamalıyıq. Hətta oradakı əhaliyə də müraciət edir ki, siz Rusiya hesabına dolanırsınız. Yəni, göründüyü kimi Ermənistanda seçki prosesində qütbləşmə var. Bir tərəfdən sülh tərəfdarları, bir tərəfdən də müharibə tərəfdarları. Və bütün bu prosesdə Qarabağ məsələsində gündəmdə durdu. Və cənab prezident də Zəngilanda bir daha xəbərdarlıq etdi Ermənistan ictimai siyasi kəsiminə və qeyd etdi ki, əgər revanşistlər hakimiyyətə gələrsə,
Ermənistan dövlətçiliyi üçün çox mənfi proseslər başlaya bilər. Və əgər Ermənistanda force major olarsa, hər hansı bir hərbi çevrilişlə Robert Koçaryan və Samvel Karapetyan partiyası hakimiyyəti tutarsa, onda Azərbaycan gedib Zəngəzuru götürməlidir. Çünki onlar konkret olaraq Azərbaycana qarşı işğal prosesinə başlayacaqlar. Bu proseslər də hamısı Moskvadan idarə olur. İndi deyirlər, Avropa İttifaqı qoymayacaq, Robert Koçaryan ilə danışmağına baxmayın, o da Azərbaycanla sülhə gedəcək. Belə bir şeylər qəti şəkildə yoxdur. Bütün proseslər Rusiyadan idarə olunur. Rusiya onları verib qabağa. Məqsəd də sülh prosesini pozmaq, Zəngəzur dəhlizini tamamilə dayandırmaq, Türkiyə ilə normallaşma prosesini tamamilə dayandırmaq, Ermənistan 90-cı illərin vəziyyətinə salmadır. Rusiya əsas planı bundan ibarətdir. Əvvəlki vəziyyətdə müharibə şəraiti yaratsın və regionda qalsın. Rusiya elə regionda qalıb. Bilirsiniz ki, Qarabağ müharibəsi həll olunduğundan sonra artıq Rusiyanın Cənubi Qafqazda kifayət qədər mövqeləri zəifləyib. Bu günləri baxın, Nikol Paşinyan hər gün mən izləyirəm. İndi sosial şəbəkə vasitəsilə canlı. Hər gün adam gedir Ermənistan real xəritəsini uşaqdan tutmuş, qapı-qapı gəzir. Yəni bu deyir ki, Ermənistan bizim vətənimiz budur, sərhədlərimiz daxilində rifah içində yaşayaq. Hətta Paşinyan deyir ki, bizim artıq kəndlərimiz, ərazilərimiz boşdur. Kəndlər boşalıb yaşamaq lazımdır. Bizə əlavə torpaq lazım deyil. Və indiki real Ermənistan xəritəsi var Paşinyan. Hukukcan Azərbaycandan almaq istəyir. Bilirsiniz ki, Azərbaycan 1918-ci il Cümhuriyyətin varisidir. Ermənistan isə 1922, 23 və 23-cü il SSR-nin varisidir. Çünki 1918-ci ildə 1920-ci ilə qədər Ermənistan 9000 kvadrat kilometr ərazisi olub və Rusiya Azərbaycan işğal edəndən sonra 20.000 Azərbaycandan ərazini alıblar, veriblər Ermənistanda və Ermənistanda ərazisi olub 29.000 kvadrat kilometr. İndi Ermənistan həmin ərazini legitimləşdirmək istəyir, kupsasını almaq istəyir Azərbaycandan. Yəni proses bundan ibarətdir və xalqı da başa salır ki, deyir ki, Samvel Karapetyan, Robert Koçaryan da Qarıq Sarukyana üçbaşlı partiyadır və onları çaqqal adlandırır. Üzr istəyirəm ifadəmə görə Paşinyan dili ilə. Deyir ki, onların parlamentə düşmə ixtiyarları yoxdur. Onları parlamentə də buraxmayın. Çünki 2018-20-ci ilə qədər deyir ki, Ermənistan dövlətçiliyi olmayıb. Ermənistan deyir, forpost olub. Deyir, indi mən müstəqil Ermənistan baş naziriyəm. Hətta bunu bilirsiniz də Macron da Avropa Siyasi Birliyi iclasında iştirak edəndə Yerevanda dedi biz 2018-ci ilə kimi Ermənistana gələndə biz forpost bir ölkəyə gəlirdik. Yəni göründüyü kimi bu günlər ona görə deyirəm ki, Ermənistanda səskülərdə çox ciddi kampaniya var. Erməni xalqı prosesləri də yaxından izləyir. Mən düşünürəm ki, Ermənistan əhalisi real, pragmatik bir sülhə səs verəcək. Əgər onlar Robert Koçaryana səs versələr, deməli onlar öz qara günlərinə də səs vermiş olacaqlar. Bir də maraqlıdır ki, Məhəmməd Paşinyan izah eləyir də vətəndaşlar qarşısında bu çıxışı zamanı deyir ki, biz Azərbaycanlıların torpaqlarının bir hissəsini işğal altında saxladıq. Deyir, nə diyordu? Ev tikdik, məktəb tikdik. Bir general gedib orada taxıl əkib, o bizim ərazimiz sayılacaq. Məntiqli yanaşma. Bəli, Zəngəzurda onları biz bir gün orada hansı işlər görürük. Ermənilər 30 il ərzində oranı viran qoyurlar. Yəni bilirdilər ki, əslində onlar bəlkə də o dövrdə etiraf eləməsələr də bugün Paşinyan dediyi kimi bilirdilər ki, əslində o torpaqların sahibi nə var. Hətta Paşinyan deyir ki, Ermənistan dövləti heç vaxt Qarabağı həm daima da Qarabağ Azərbaycan tərkib hissəsi sahib, heç vaxt öz ərazisi hesab etmir. Çünki deyir, rəsmi sənədləri var, deyir, televiziyada sizə aldadıblar. Həmişə deyib ki, Lissabon samitindən də belə Qarabağ Azərbaycan ərazisi kimi təqdim olub, Ermənistanda tanıyıb. Deyir, sadəcə Robert Koçaryan, Serj Sarkisyan deyir, sizi aldadıblar, həqiqətləri deməyiblər. Sərhəddin o tayı olub. Sadəcə işğal faktı olub
və prosesdə belə davam edilib. Deyir ki, bunu da edən Rusiya olub və iki xalq, iki dövləti idarə etmək üçün. Hətta o soyqırım məsələsinə də gəlir. Deyir ki, soyqırım olmayıb. 1950-ci illərdə SSR bu məsələni gündəmə gətirib. Gör necə konkret, praqmatik yanaşır. Tarixi faktlar da deyir ki, 50-ci illərdə bu Türkiyəyə qarşı düşmənçilik siyasəti həyata keçirmək üçün bu soyqırım iddiaları 1950-ci illərdə SSR tərəfindən bu məsələ ortaya gətirilib. Yəni hətta Nikol Paşinyan da 1918 həmin hadisələri alanda 23 apreldə soyqırım ifadəsi işlətmədi, böyük faciədir. Bu kitabı bağlayıblar. Kitabı bağlayıblar. Göründüyü ki, bugünkü hakimiyyət Ermənistan xalqının, erməni xalqının çıxış yoludur. Yəni onlar artıq ya sülhə, rifaha səs verəcəklər, ya da müharibəyə səs verəcəklər. Məhəmməd bəy, Rusiyanın Ermənistanda bazası var da, 102-ci baza, hərbi bazası var, Gümrüdə. Və mən bugün bir xəbər oxudum, indi onu araşdırdım, unutdum hansı saytda oxumuşdum mən. Orada deməli hərbi bazada bir keşiş erməni əsirlidir. Adını unutdum, çox təəssüf ki, həmin xəbəri tapa bilmədim. Mıxtıqçıryan olacaq. Hər halda bəli. Və həmin ordu, həmin o bazada keşiş kimi fəaliyyət göstərir və yüksək mənbə sahibidir. Və artıq o bazada başlayıblar Paşinyan əleyhinə təbliğatlar aparmağa və hətta bəzi erməni mənbələri iddia edirlər ki, çevriliş ehtimalı da ola bilər, hərbi müdaxilə də ola bilər. Siz necə düşünürsünüz? Belə bir Rusiyanın addımı gözlənilirmi? Ola bilər. Çünki Vladimir Putin Ermənistan barədə çox aqressiv tonda danışır. Bilirsiniz ki, Avrasiya İttifaqının samiti olacaq Qazaxıstanda. Artıq Paşinyan iştirak etməyəcək. Çünki deyir ki, mən seçkilərlə bağlı iştirak edirəm. Hətta Nikol Paşinyan Rusiya-Ermənistan məsələsini üzr istəyirəm, ər-arvad məsələsinə bağladı. Dedi, əgər siz birinə ərə geçsəniz də, birinə biz boşanacaq. Paşinyan da dedi ki, dövlətlər arası münasibətlər, yəni ər-arvad məsələsi kimi xarakterizə olunmamalıdır. Bu dövlətlər arası münasibət. Yəni göründüyü kimi Moskva çox alçaldıcı şəkildə, hətta Ermənistana deyir ki, sən mənim indiyə kimi arvadım olubsan, belə çıxır. Bəli, belə deyirlər. Bəli, belə deyir. Yoxsa sən ora getsin, biz boşanacaq. Yəni bunu Putin deyir. Yəni çox aqressivdir Putin bu məsələdə və Ermənistanda bəli, düşünürəm ki, təxribatlar ola bilər. Hətta 102-ci bazanın, hətta deyərdim ki, ora bir növ qərargahdır elə. Oradakı erməni keşişin də orada təbliğatlar aparması maraqlı bir nüansdır. Çünki maraqlıdır. Niyə? Onlar xristiyan olsalar da erməni keşiş Qriqoryandır. Doğru. Onlar da pravoslavdır. Yəni bir-birinə ziddir. Sadəcə olaraq bir dənə Peyğəmbər İsa Məsih Məryəm ətrafında birləşir, amma indi İslam dininə desən, fiqh məsələlərində, şəriət məsələlərində Qriqoryanla pravoslav tamamilə ayrıdır. Deyərdim ki, Qriqoryanlıq ermənilərin uydurduğu yeni bir erməni dinidir də. İndi bunu belə xarakterizə etmək olar da. Yəni, ora demək ki, erməni keşişi ora bilərəkdən gətiriblər. Çünki erməni keşişi Rus pravoslav, Rus əsgərdən nə keçəcək? Yəni, tamamilə dediyim kimi ayrı-ayrı zid məsələlərdir. Deməli, ora təyin ediblər, gəlib orada propaganda aparsın Nikol Paşinyan əleyhinə, yeni bir sistem qursunlar. Çünki bilirsiniz ki, həmişə daima ermənilərin dövlətçiliyi olmayıb da, bilirsiniz. Onlar yalnız kilsə ətrafında bir icma yaradıblar. O icmanın da özlərinin dövləti hesab ediblər. Həmişə də keşişlər erməni xalqının taleyində, ictimai siyasi taleyində həmişə həll edici rol oynayıblar. Yəni göründüyü kimi indiki seçkilərdə də keşişləri veriblər qabağa. Keşişlərdən də kimi istifadə edib? Rusiya istifadə edib də. Baxın, tarixə də nəzər salanda 1813-1828-ci il o vaxtı Qacar Rusiya müharibəsində ermənilərin Qarabağa köçürülməsində Rusiya imperatoruna kimlər müraciət edirdi? Erməni keşişləri müraciət edirdi də. İndi də fikir verin ki, Rusiya yenə də erməni keşişləri üzərində dayanıb, yenə də bu istiqamətdə propaganda aparır Nikol Paşinyana qarşı. Buna görə də Nikol Paşinyan deyir ki,
bu esməyəcində oturan Başkiş, Qaragen və onun ətrafı Rusiya hərbi kəşfiyyatının agentləridir və biz kilsəni bu agentlərdən təmizləməliyik. Dindən başqa hər işlə məşğuldur. Bəli, bunlar erməni dövlətçiliyinin deyil düşmənidir, dindən başqa hər şeylə də məşğuldurlar. Yəni, məsələ bu qədər mürəkkəb və deyərdim ki, bir o qədər də sadədir. Aydın. Məhəmməd bəy, bir də Ermənistanın, mən deyərdim ki, bu Ermənistan üçün problemdir ya yox. Son vaxtlar Fransanın Cənubi Qafqazda Ermənistan üzərindən çalışır ki, biraz təsir imkanlarını artırsın və Zəngəzur dəhlizində, yəni Ermənistandan keçən hissəsində bir post qoysun, orada nəzarət qoysun. Bir yeraltı keçiddə inşası ilə bağlı, müqavilə bağlıdırlar Ermənistanla və son vaxtlarda çalışır ki, biraz da aktivləşsin. Yəni, bəzən düşünürsən ki, Rusiyanın yerini tutmağa çalışır Ermənistanda. Bu, Fransa, Ermənistan üçün, Cənubi Qafqaz üçün təhlükədirmi, yoxsa bu sadəcə bir əməkdaşlıqdır? Düşünürəm ki, təhlükədir. Qəti şəkildə. Fransada ilə Rusiya kimi revanşist qruplarla daha çox işləməyə, daşnaqlarla daha çox işləməyə meyillidirlər. Baxın, eyni tezisdir. Anti-Azərbaycan, anti-Türkiyə, nəqliyyat yollarına nəzarət. Rusiyada nə istəyir? Anti-Türkiyə, anti-Azərbaycan sülh olmasın, regionda Zəngəzur dəhlizində nəzarət etsin. Nəqliyyat yollarına nəzarət. Bəs Fransanın da siyasəti bundan ibarətdir. Fransa indi Ermənistan Rusiyadan boşanır, Fransaya ərə gedirsə üzr istəyirəm. Amma Nikol Paşinyan bu məsələlərdə diqqətli olmalıdır. Və Fransanın bu kontekstdə məsələlərə yanaşması sülh prosesini də sabotaj edə bilər. Yəni, Fransa əlində zeytun budağı ilə, göyərçisi ilə gəlmir. Bu günləri Fransa Ermənistana bilirsiniz ki, Sezar öz yerinin artilleriya qurğuları, müasir döyüş texnikaları verib. O Fransa idi ki, Ermənistana çox ciddi şəkildə təzyiq edirdi ki, Azərbaycanla Türkiyəyə sülh bağlama, biz sizə silahlar verəcək, müharibəni davam etdir. Amma Nikol Paşinyanın bilirsiniz ki, Parisə çoxlu səfərləri oldu və Nikol Paşinyan ona anlatdı ki, yəni bu belə olmamalıdır da. Reallıqlar var, Ermənistan bu dalandan çıxmalıdır. Tamam, Rusiya oldu, indi Rusiya əvəz eləndi, Fransa Ermənistan üçün eyni aqibətdir. Ona görə də mən düşünürəm ki, Fransanın regionda möhkəmlənmək siyasəti mümkün olmayacaq. İndi Fransa hesab edir ki, Rusiya zəiflədi, Azərbaycanla Türkiyə ilə normal hələ sülh yoxdursa, mən gəlim Zəngəzur dəhlizində yeni post qoyum, nəqliyyat yollarına nəzarət etmək hesab edirəm ki, Türkiyə, Azərbaycan buna razı olmayacaq qəti surətdə. Rəsmi Bakı düşünürəm ki, İrəvana da öz xəbərdarlığını edib, Fransa burada pozuculuqla məşğuldur. Baxın, Nikol Paşinyan deyir ki, artıq Qarabağ məsələsi bağlanıb, Fransanın Xaricilər Naziri Senatda yenə Dağlıq Qarabağ məsələsini gündəmə gətirir. Ermənilərin qayıdış prosesini gündəmə gətirir. Yəni, bu sülh prosesini zərbə vurmaqdır. Bu elə Ermənistan hazırki hakimiyyətin apardığı xəttə zərbə vurmaqdır. Ermənistan indi müharibəyə sürüşləməkdir. Göründüyü kimi, bunu Moskva da deyir. Fransanı ümumiyyətlə regiona gətirmək, mən düşünürəm ki, bu yeni müharibə demək olacaq. Bu regionda da artıq dəhlizdədir. Nə mənada? Post qoyması da orada tikinti işləri gedəcək. İndi şirkət bəli, tikinti. Şirkət yəni orada sonra da deyəcək bizə də pay verin. Yəni bu mərhələyə doğru gedir. Bilirsən, əgər Fransa reallıqları qəbul edirsə, normal sülh gündəliyini qəbul edirsə, belə bir propagandist siyasət aparmırsa, gəlib iştirak edə bilər Ermənistan ərazisində. Ermənistan da proseslərə diqqət etməlidir ki, Fransanın belə bir siyasət yürütməsinə imkan verməsin. Yəni, İrəvan da rəsmi şəkildə Fransaya xəbərdarlıq edə bilər. Çünki Macrondan Paşinyan qucaqlaşa getdilər təyyarəyə də aydın şəkildə görünürdü. Yəni, onun qulağına pıçıldaya bilərdi ki, bu məsələyə son ver. Yəni, bu artıq regionda Ermənistana qarşı artıq etimad mühitini sıfırlaya bilər. Aydın. Məhəmməd bəy, bu seçkilərdən heç kim sürpriz gözləmir. Ermənistanda keçilən seçkilərdən. Hətta Moskvada belə
Yəni böyük ehtimalla düzdür, hər şey ola bilər. Heç nə sığortalanmayıb, yəni Paşinyan məğlub da ola bilər, amma əsasən çox siyasət adamları Paşinyanın qələbəsini proqnozlaşdırırlar. Ehtimallar bu yöndədir. Paşinyanın qələbə çalacağı təqdirdə Rusiyanın, Moskvanın Ermənistana münasibəti və ya Ermənistan hökumətinə, Paşinyanın münasibəti dəyişəcəkmi, yoxsa yenə bugünkü kimi gərgin olacaq, yoxsa artıq qəbul edəcəklər ki, bu baş nazirdir, dil tapmaq lazımdır, daha yumuşaq belə davranışlara keçəcəklər. Necə düşünürsünüz? Mən düşünürəm ki, Nikol Paşinyan təbii ki, qələbə əldə edəcək. Qələbə əldə edəndən sonra Rusiya çalışacaq ki, ondan münasibətləri normallaşdırsın. Amma Nikol Paşinyan təbii ki, Rusiya orbitindən çıxmağa çalışır. Daha çox Qərblə əməkdaşlığı inkişaf etdirmək, Qərb ailəsinə üzv olmaq istiqamətində addımlar atacaq. Bu da növbəti mərhələdə Rusiya-Ermənistan toqquşmasına yol açacaq. Rusiya nə qədər çalışacaq ki, Ermənistan normal münasibətlər qursun, Ermənistan orbitində qalsın, amma Ermənistan Nikol Paşinyan atacaq addımlar Moskva, Yerevan arasında uçuruma gətirib çıxaracaq. Bu bir mənalıdır. Çünki bu labüdü gedişat belədir. Yox, üzr istəyirəm. Yoxsa Nikol Paşinyan bəli, Qərblə əməkdaşlığa getməsə, desək ki, bəli, mən Rusiya ilə normal münasibətlər sistemini deyəm, onda Moskvanın hər hansı bir Ermənistana təzyiqi olmayacaq. Amma hazırki, indiki siyasəti davam etdirsə, düşünürəm ki, bu problemlərə yol aça bilər. Aydındır. Mən istəyirəm, biz Ermənistanla danışdıq. Çünki Ermənistanda baş verən hadisələr, cərəyan edən proseslər, sizin də dediyiniz kimi bizi yaxından maraqlandırır. Və digər bir qonşumuzla İrandakı hadisələr də, biz həmin o prosesləri də yaxından izləyirik. Çünki qonşu yox, orada 30, bəzən 40 milyon deyir, bizim soydaşımız var, qandaşımız yaşayır. Və orada baş verən hər hansı bir kiçik də olsa müharibə və ya təhlükəli vəziyyət bizi narahat edir. Hal-hazırda atəşkəsdir. Rəsmi olaraq bir sənəd imzalanmasa da, tərəflər şifahi olaraq razılaşıblar ki, hələlik müharibə dayandırılıb və danışıqlar gedir. Danışıqlarla bağlı müxtəlif informasiyalar var. Bəziləri deyir ki, İran yeni şərtlər göndərib, Trump qəbul etməyib. Səhər oxudum, məlumatlar vardı, Qərb mediası yazırdı ki, artıq İranın şərtləri Trump tərəfindən qəbul edilməyib. ABŞ administrasiyası, prezident administrasiyası yeni hücum planı üzərində işləyir. Yəni, bax, belə müxtəlif səpkili informasiyalar var. Sözsüz ki, bu da bir savaşın bir hissəsidir, informasiya müharibəsi. Doğrusu, bəli, plan həmişə var. Amerikan planı İrana vurmaq. Çünki silahlı qüvvələri oradadır. Amma bilirsiniz, Donald Trump Benjamin Netanyahunun təhrikinə getdi. İrana qarşı hərbi əməliyyatlara başladı. İndi İran da deyir ki, Donald Trump gəl məni vur. İndi İranda Çinin təhrikinə gedib ki, İndi Amerika ilə baş-başa gəlir. Mən hesab edirəm ki, İran bir neçə gün bundan əvvəl Amerikanın bir çox şərtlərindən razılaşmışdı. Amma Çin imkan vermir. Mən hesab edirəm ki, bu Amerikanın 14 bəndlik təklif oldu İran tərəfinə, sonra 4 bənd Çin tərəfi təqdim etdi Alaqçının Pekinə səfərində. Proseslərin ortasında Çin var. Yəni İran bu qədər Amerikanın üzərinə gələ bilməzdi. Çünki Çin kifayət qədər İrana silahlı hərbi texnika verir, İrana ciddi şəkildə lojistik dəstək verir. Mən düşünürəm ki, sabahları, bürsü gün Pekində keçirilən danışıqlarda İran məsələsi tamamilə aydın olacaq. Trumpın Çinə səfərində? Bəli. Trump çox çalışırdı ki, Çinə kimi müəyyən bir məsələni həll eləsə, amma göründüyü kimi İran tərəfi dirəniş göstərdi. Mayın 14-nə kimi prosesi tormozladı ki, Pekində danışıqlar aparılsın. Hətta qeyd edim ki, İran tərəfi Araqçı Pekinə səfərində Çinə də İran adından danışmaq səlahiyyəti də verilib Amerika ilə. Bəli, yəni Çin İranın artıq adından danışa bilər, onu müdafiə edə bilər. Bu səlahiyyət var rəsmi Pekində. Mən düşünürəm ki, bu məsələlər müzakirə olunacaq, amma Çinin, ABŞ-ın hərbi əməliyyatlarını dayandırmaq da gücü yoxdur. Çünki Amerika Birləşmiş Ştatları qlobal gücdür.
Bəli, Çin müəyyən regional oyunçu ola bilər, müəyyən manevrlər edə bilər. Amma prosesi tormozlamaq hər hansı bir güc yox. Bu görüşdə sizcə kim kimə nəyi güzəştə gedə bilər? Məsələn, Çin ola bilər İranı güzəştə getsin, yəni ki, İranla bağlı məsələni buraxsın. Amma yox, mən düşünmürəm ki, geniş şəkildə buraxa bilər. Onda buraxa bilər ki, Tayvanı tamamilə Amerika bəli, Çinə güzəştəcəksə, Amerikada Tayvanı Çinə güzəştə getməyəcək. İkincisi, Hind Sakit Okean periferiyasında tərəflər çox ciddi şəkildə rəqabət aparır. Amma İran məsələsində xüsusilə bilirsiniz, Çin və Amerika bir-birinə iqtisadi cəhətdən, maliyyə cəhətdən bağlıdır. Çin Amerika bazarını itirmək istəmir. Və düşünürəm ki, Çində müəyyən bir ortaq razılaşma ola bilər. Əgər bu səfər reallaşırsa, deməli, müəyyən bir razılıqlar əldə olunur. Əvvəlcədən razılıqlar müəyyən olunur ki, bu səfər reallaşır. İndi kiçik detallar da var. Mən düşünürəm ki, onlar da razılaşdırıla da bilər, razılaşdırılmaya da bilər. Amma bir dövlət başçısı digər ölkəyə gedirsə, təbii ki, proqram tamamilə əhatə olunur, böyük bilər. Bunlar gücdülər. Amerika kimi böyük bir dövlətin başçısı dünyanın izlədiyi, diqqət etdiyi bir səfərə gedirsə, orada bütün detallar hamısı danışılıb, razılaşdırılma məqam var. Amma ümumi götürdükdə isə bir çox məsələlər razılaşdırılıb ki, bu səfər reallaşır. Hesab edirəm ki, əsas problem Çinlə bağlı olacaq. Amerika nə istirdi? Rejim dəyişsin. Amma rejim dəyişmədi. Burada İran qalibdir, Çin qalibdir. Amma İran iqtisadi blokadadır və kifayət qədər... Bu qələbə İrana nə hesabına başa gəlib? Böyük itkilər var ortada. Mən demirəm, İran tam qələbə əldə edir. İran məğlub olur. ABŞ öz istədiyinə nail, tam nail olur. Tam nail olmaq burada konkret olaraq rejimin getməsidir. Amma rejim getmədi. Bunu İran hakimiyyəti özünün qələbəsi kimi xalqa təqdim edir. Amma rejim kompromisə gedib, ABŞ-ın istəklərini verəndən sonra yenə də... Bəli. Mən düşünürəm ki, indi Amerika Birləşmiş Ştatları çalışır ki, yumuşaq güclə rejimə təzyiqlər etsin. İqtisadi sanksiyalarla çalışırlar ki, İranda vəziyyəti tamamilə dramatikləşdirsinlər, vəziyyəti böhrana gətirsinlər. Və o istiqamətdə də artıq İranda böhran yaşanır. Bilirsiniz ki, demək olar ki, un çatışmamazlığı, düyü çatışmamazlığı var, enerji çatışmamazlığı var. Bunlar strateji məhsullardır. Və getdikcə, bu blokada davam etdikcə İran milyonlarla vəsait itirəcək. Və Sebahın qorxduğu əhalinin küçələrə çıxmaq ehtimalı da var. Və düşünürəm ki, İndi İran yenidən tələblər irəli sürüb, çox maraqlıdır. Hətta Hörmüzün dibinə də nəzarət, körfəzin dibinə də nəzarət, orada internet kabelləri keçir, onlara nəzarət. Yəni, bir növ Sepah deyir ki, Trump gəl məni vur. Yəni, belə bir ağılsız yenə də siyasət həyata keçir bilər. İran gedib Amerikaya bomba ata bilmir ki, Amerika darmadağın edir İranın infrastrukturunu. Mən hesab edirəm ki, Çin bu məsələdə bir növ İranı verib ki, Amerika ilə də bir çox məsələlərdə sövdələşsin. Bunu da istisna etmirəm. Amma hesab edirəm ki, Amerika burada qalibdir və İran əvvəl-axır Amerikanın dediyi ilə də razılaşacaq. Vəziyyətin bu cür davam etməsi, yəni hal-hazırda müharibə deyil, amma atəşkəs də kövrə idi də, istənilən olan savaşın növbəti mərhələsi başlaya bilər. Bu cür davam etməsi kimin xeyrinə işləyir? İranın, ABŞ-nın, yoxsa bundan faydalanan başqa qüvvələr də var? Hesab edirəm ki, burada Amerika nə Amerika əleyhinə işləyir, nə də İranın. Daha çox burada itirən tərəf təbii ki, İrandır. İran iqtisadiyyatıdır, İran əhalisidir. Amma burada digər ölkələrdən, məsələn, Avropa ölkələri də müəyyən burada əziyyət çəkir, Cənub-Şərq Asiya ölkələri də əziyyət çəkir. Amma burada qazanan ölkə neft satışından qazanan ölkələr olur. Bir də götür Azərbaycan. Bəli. İndi biz Yaponiyada bilirsiniz ki, neft satacaq, ora
göndərəcək, amma yaxşı olardı ki, bu pullar əhalinin sosial-iqtisadi rifahına da, sosial islahatlara da sərf olunsun. Çünki ölkədə də kifayət qədər inflyasiya getdikcə artır və ölkəmizə də milyardlarla dollar vəsait gəlir. Şükür Allaha, bu çox yaxşıdır. Bilirsiniz, Qarabağda da tikinti gedir. Bəli, bu da lazımdır. Böyük işlər ki, çox uğurludur. Yəni, cənab prezidentin bu istiqamətdə siyasəti danılmazdır. Amma sosial-iqtisadi vəziyyətdə də bu pullardan yönləndirmək lazımdır ki, əhalinin vəziyyətdə yaxşılaşsın. Bu mütləqdir. Bəli, bundan qazanan ölkələr də var, neft enerji daşıyıcılarından. Hesab edirəm ki, İran tərəfi əgər Çinin təhriki ilə prosesi belə saxlasa, Amerika və İsrail yenidən İrana qarşı hərbi əməliyyatlar keçirə bilər. Məhəmməd bəy, bir də İran daxilində Trump bəzən tez-tez bu ifadələri işlədirdi ki, biz İranda bir lider tapmırıq. Yəni birinci şəxs yoxdur ki, biz onunla məsələləri müzakirə edək. İran daxilində də Sepahla siyasi hakimiyyət arasında bir gərginlik var. Sepahın təzyiqləri var. Hətta prezidentlə Xarici İşlər Naziri arasında, prezidentlə parlament rəhbəri, sədri arasında qarışıq bir vəziyyət var. Orada da, yəni İran daxilində də artıq bir neçə istiqamətdə parçalanma gedir. Bəziləri deyirlər ki, Sepahın daxilində belə fikir ayrılıqları var, parçalanmalar var. Bəli, İranı faktiki idarə edən Sepahın komandanı Əhməd Vahididir, general. O, ali rəhbər Xamney adından da qərarlar verir, sərəncamlar nəzəriyyələri imzalayır. Həm Sepaha tam nəzarət edir, həm də siyasi hakimiyyətə ciddi təzyiqlər edir. İran parlamentinin sədri Qalibafı bunları danışıqlar prosesindən çıxardıblar. Sepah müəyyən qədər korrektlərə getmişdir. Çünki prezident Məsud Pezeşkan ali rəhbərlə görüşdüyünü də elan etmişdi. Bir tərəf sistem daxilində bir konsensus əldə olunduğunu, hər hansı bir parçalanma olmadığı qeyd olunurdu. Amma göründüyü kimi son İranın Amerikaya cavabından da bir daha aydın olur ki, yox, tərəflər Sepah sistem daxilində yenidən haçalanma var. Çünki Sepah daha çox Rusiya və Çinlə işləyir. Siyasi hakimiyyəti yenə də bunlar güncə sıxışdırıblar. Mən düşünürəm ki, Sepahın hakimiyyətdə olması İranı daha çox çətin vəziyyətə salır və İranı digər ölkələrdən də asılı vəziyyətə salır və müharibəyə sürüklür. Çünki bunlar hərbiçidirlər, hərbiçi ağlında, fikrindədirlər və bunlar üçün də ölüm, müharibə, yəni bunlar üçün də normaldır. Amma bu hazırki prosesdə nəinki hərbiçilər öndə olmalıdır, diplomatlar öndə olmalıdır və diplomatlar bu məsələdə sırf İranın maraqlarını qorumalı və müəyyən bir razılaşmalar əldə edilməlidir. Məhəmməd, dediniz ki, mən düşünürəm ki, bu savaşın qalibi ABŞ olacaq, yəni bütün şərtləri İranı qəbul etdirəcək. Bundan sonra bu proseslər, mən xüsusilə yaxın şərqi nəzərdə tuturam və yaxud da Körfəz ölkələrinin taleyini nəzərdə tuturam. Bundan sonra həmin bölgədə vəziyyət necə olacaq? Çünki bu vaxta qədər İranın müəyyən nüfuzu var idi, müəyyən o proksi qüvvələr tərəfindən təsir, təzyiq imkanları var idi. Bundan sonra vəziyyət necə dəyişəcək? Yəni, post-müharibə dövrünü həmin o bölgələrdə necə dəyərləndirir? Bilirsiniz, hazırda ərəb ölkələri də bir o qədər Amerikaya etimad etmir. Çünki İranın hücumları onlara şok vəziyyətinə saldı. Hətta, bəli, İran zəifləyəndən sonra regionda yeni güclər ortaya çıxır. Ilə Birləşmiş Ərəb Əmirliyi də özünü güc hesab etməyə çalışır Səudiyyə Ərəbistanında. Hətta mən deyərdim ki, növbəti mərhələdə Səudiyyə Birləşmiş Ərəb Əmirliyi müharibəsi başlasın. Yəni, bu da mümkündür, bəli. İndi Yəməndə, Afrikada onlar müəyyən bir vəkalət müharibəsi aparır, amma birbaşa sərhəd toqquşması, hərbi əməliyyatlarda mümkündür. Birləşmiş Ərəb Əmirliyi ilə Səudiyyə Ərəbistan arasında. Bəli, yaxın şəhərdə artıq siyasi nizam haçalanıb, pozulub. Amerika çalışır ki, özü tam nəzarət etsin, amma Misir faktoru var, Pakistan, Çin, Türkiyə. Türkiyənin Xarici İşlər Naziri bilirsiniz, Qətərdədir. Yəni, proseslər tamamilə tam Amerikanın deyərdim ki, nəzarətində də deyil. Yəni, bu ölkələr burada yeni bir ittifaq qurmağa çalışırlar. Hətta deyərdim ki, bir şiə hilalı getdi, sünni bir xətti formalaşır yaxın şərdə. Onu da demək olar. İndi biz istəsək, istəməsək də müsəlman
olsaq da, amma təəssüf ki, İslamdan, onun məzhəblərindən siyasi məqsədlər üçün də istifadə olunur. Yaxın şərqdə. Aydındır. Əhməd bəy, bizə ayrılan vaxt yavaş-yavaş yekunlaşır. Son olaraq bir əlavəniz varsa, bəlkə hansısa mövzuya toxunmadıq, siz həmin mövzunu müzakirə etmək istəyirsiniz. Bilirsiniz, həqiqətən də bu günləri həm şimalda, həm cənubda müharibə gedir, vəziyyət gərgindir. Bu günlər Azərbaycan sabitlik adasıdır. Cənubi Qafqazda bir regiondur. Azərbaycan da, Ermənistan da, Gürcüstan da bunlar əl-ələ verməlidir. Regionu kənar güclərdən qorumalıdırlar və bu dövlətlər bir Baltika kimi də vahid bir platformayı yaradıb rifah içində yaşaya bilərlər. Hesab edirəm ki, bu uzaqda deyil və yaxın perspektivdə yeni dünya siyasi nizamının qurulmasında bu baş verə bilər. Aydındır. Məhəmməd bəy, biz sizə təşəkkür edirik. Sağ olun, vaxt ayırdınız, studiyamıza gəldiniz. Maraqlı müzakirə oldu, mən elə düşünürəm. İnanıram ki, bizi izləyən tamaşaçılar da bu söhbətdən faydalana bilirlər. Bir daha sağ olun, təşəkkürlər. Bu arada mən dəyərli izləyicilərə də öz təşəkkürümü bildirirəm ki, bu 1 saata yaxın vaxt ərzində bizi izlədilər, bizə dəstək oldular. Ona görə mən dəyərli izləyicilərə öz minnətdarlığımı bildirirəm və xatırladıram ki, dəyərli izləyicilər, siz CNS televiziyasında Doğru Məkanı izlədiniz. Bugünkü qonağımız isə Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə idi. Sağ olun, salamat qalın.